Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, bugünkü videomda sizlere qaz saxlamaq sərfəlidirmi, qaz biznesi sərfəlidirmi, müsbət cəhətləri, mənfi cəhətləri, ən əsasda qaz saxlasaz bir qazdan nə qədər qazanc götürəsiz satdığınız halda 6 ay, 7 ay sonra bu videomda sizlere onu izah edəcəm. Videomuza keçmədən öncə çox xahiş edirəm, kənd həyatının, heyvandarla bağlı videoları sevirsinizsə kanalımıza abunə olun. Videonu da bəyənib like atmağı unutmayın. Əlavə olaraq da hava biraz küləklidir. Çox üzr istəyirəm. Neçə gündür bu videonu çəkmək istəyirəm. Gah külək olur, gah yağış yağır, çəkə bilmirəm. Artıq bu günləri məcburam çəkməyə. Ona görə küləyə görə üzrü sayın. Keçək videomuza, danışaq. Bizim bilirsiniz ki, belə götürsək 3 dönüş qazımız var. Bu böyük 9 dənələr özümüz almışdıq. Linda cinsidir. Linda Kuban qarışığıydı, sürü qarışığıdır, amma biz içinin ağlarını seçdik. Aldıq, amma Linda Kuban qarışığıydı. Bu da zaten qazların bəzisində qara tüklər falan çıxır. O ilə ölçülür də, yəni bilinir ki, zaten qarışığı var. Tam olarak Linda değil, Linda ilə Kuban cinsinin qarışıq sürüsündən almışıq. Sonra bu qara cinslərimiz, qara qazlarımız deyək, belə götürsək içində olanlar. Onlar dediyim kimi, onlar da yine Kuban qaz dedilər, Çin qazı dedilər, heç satan da özü bilmirdi neydi, rayondan almışam. İndi böyüyəndə tam olarak biz onun cinsin bəlli eləyəcəyik, amma mən Çin qazına oxşadıram, hələ ki gedişat onu göstərir. Digər ağlar da yine Kuban Linda qarşı sürünün lindalarını, ağlarını seçib almışıq. Bu qazlarda bunun zaten hikayesini danışmışdım. Bunlar heyətimizə gəlib artıq 20 gündən yuxarı, 25 gündür falan bizdədirlər. Bunlar da yerli qazlardır. Hal-hazırda 38 qazımız var. İndi keçək qaz saxlamaq sərfəlidirmi rəqəmlərlə açıq şəkildə sizlərə izah edək. Demək dostlar, qazlar çox təbiətdən qidalanan heyvanlardır. Özünüz görürsünüz. Yəni bu boyda bağçadır, necə otlayırlar, yəni necə həvəslidirlər. Yəni yemdən daha çox bunlar ota həvəslidirlər, onu deyim sizlərə. Zaten əgər sizin otlaq sahəniz yoxdursa, qaz balası saxlamağı, qaz saxlamağı unutun. Təbii ki, saxlaya bilərsiniz. 5 dənə, 10 dənə özünüz üçün belə həvəsiniz varsa, kəsib yeməyə filan özünüz üçün saxlaya bilərsiniz. Amma mən qaz saxlayacağım, ondan qazanc götürəcəm. Otlaq sahəniz yoxsa bunu qətiyyən fikirləşməyin. Yenə də qazanc olacaq ha. Birazdan rəqəmləri sizə tam olaraq ifadə etdiyim zaman zaten özünüz anlayacaqsınız. Yəni yenə qazanc olacaq. Baxın, quş gəldi, qazlar ürkütdü. Bunlardı qağay deyirlər, Xəzər qağaysa. Onlardı, quş gəldi, qazları ürkütdü. Bir təhər gətirdik, qazları sakitləşdirdik. Keçək əsas videomuzun məsələsinə, qaz saxlamaq sərfəlidirmi? Demək dostlar, mən cins, yerli fərqi yoxdur. Çünki bu cins yerli qaz, əgər siz bunu ətlik olaraq satacaqsınızsa, çünki indi burada biz həm ətlik barədə sizlərə açıqlama verəcəm, həm də belə yumurtalı saxlayıb bala çıxartmaq filan hamısı barədə izahat verəcəm. Ətlik barədə saxlayacaqsınızsa, təbii ki, çox bir önəmi yoxdur, amma yenə də ən yaxşı ətlik cins Linda qaz cinsləridir. Təbii ki, siz onu ətlik olaraq satacaqsınızsa, mütləq şəkildə Linda qaz cinsin tercih ediyorum mütləq şəkildə. Yox, siz özünüzə biznes qurmaq istəyirsiniz, yumurta satışı edəcəksiniz və yaxud da ki, inkubatorunuz var, bala satışı edəcəksinizsə, onda mütləq şəkildə o balacaların içində qaralar var ha. Çin qazı və yaxud da ki, Kuban qazı. Hətta əgər mümkündürsə 100% Kuban qazı yumurtalı cins olaraq Çin qazından da ən yaxşısı odur. Linda qaz cinsləri ilə verir 35-40 ilk illər, daha sonra 50'ye qədər çıxa bilir yumurta verimi. Kuban qaz cinslərinin 70-90 arası yumurta verimi var. Rəsmiyyətdə elə yazılır, amma hardasa bir 50-60 verirlər. 70-90 almaq biraz çətindir, çünki gərək yem rasyonunu balanslaşdırasınız o zaman. Belə adi mən buğda ilə saxlayıram filan 50-60 götürəcəksiniz, 70-80 götürməyəcəksiniz. Daha sonra Çin qazlarda yenə 50-60 ildə yumurta verimi var. Yumurta ala bilərsiniz. Əgər yumurtalı saxlayacaqsınız, mütləq şəkildə ya Kuban ya da ki Çin qazını tercih edin. Belə ətlik olaraq, amma ən yaxşı cins hal-hazırda Azərbaycanda olandan gedir söhbət. Yəni burada olandan, yaygın olandan gedir söhbət. Onlar da Linda qaz cinsləridir.
Bir qaz nə qədər yem tələb eləyir, kəsimə qədər. Yəni 7 ayına qədər belə götürəcəm sizə. 6 ayında da bunu kəsmə hazır edə bilərsiniz, amma mən tam olaraq 7 ayına qədər sizə bildirəcəm. Çünki bəzən 6 ayında tam olaraq hazır olmaya bilirlər kəsmə. Demək, bir qaz 7 ayına qədər hardasa 18-20 manat arası xərc tələb edir. Yəni bir qazın yem xərci 17 də ola bilər, bu 16 da ola bilər, 20 də ola bilər, bəlkə 21 də ola bilər, amma maksimum da dərəcəsidir. Yəni ondan artıq düşünmürəm ki, mümkün deyil ki, olmağı bir qazın tələb eləməz. Təbii ki, otlaq sahəniz varsadan gedir söhbət. Otlaq sahəniz yoxdursa, bunu məsəl üçün mən 20 manat deyirəm, siz 30 manat fikirləşin. Bir qazın xərcindən gedir söhbət. Otlaq sahəniz varsa 20, hətta bəlkə çox qəşəng otlaq sahəniz ola bilər. Məsəl üçün yonca filan yedizdirsəz, bunu 15 manata qədər düşürdə bilərsiniz. Çünki otların arasında da fərq var. Bir var adi belə ot yeyə, bir də var yonca filan yeyə. O adi otdan təbii ki daha yaxşı təsir göstərəcək, daha yaxşı nəticə alacaqsınız ondan. Mən hadisə adi otdan, yəni hər kəsin nə bilim dağda, daşda çıxardıb yolun qırağında otarı və yaxud ki həyətinizdə məsəl üçün mənim kimi həyətiniz genişdirsə, həyətinizdə otlamaqdan söhbət açıram, ondan məlumat verirəm sizlərə. Bu da ki, deyim də sizlərə nə olacaq. Bunlara deməli 20 gün, 1 ay şəkərli yem verəcəksiniz. 1 aydan sonra, maksimum 40 gündən sonra, o da maksimuma heç ehtiyac da yoxdur. 40 günündən sonra maksimum keçəcəksiniz siz bunlara buğdaya. Buğda da ki bilirsiniz, onsuz indi qışda ən bahalı halında 50 qəpikdir. Yayda biçim vaxtı 35 qəpiyə, 38 qəpiyə. İndi yerlərinə baxırdı. Bəzi yerlərdə hətta 30 qəpiyə də tapmaq olur, tapıb almaq olur. Bunları 6 ay bu formada saxlayırsınız. Deməli 1 ay bunlara şəkərli yem verirsiniz. Sonra digər qalan deməli 5 ayı verirsiniz bunlara buğda və yaxud da ki arpa, əlinizdə nə varsa, nəyiniz yoxdursa ondan verirsiniz. Yəni arpa, buğda heç fərqi yoxdur. Hətta arpa buğdadan daha yaxşıdır, yağlandırmağa kömək eləyir, amma 1 aydan sonra da direkt buğdaya keçmək də biraz düzgündür. Arpa verib sonra heç olmasa 1-2 ayında falan buğda verib 2 ayında falan arpaya keçsəz ən yaxşı o olar. Deməli keçirsiniz buğdaya ta 6 ayına qədər verirsiniz. 6 ayında nə edirsiniz? Çünki bunlara günlük 6 ayına qədər 100 qram yem bəs eləyəcək. Hətta otlaq sahəniz yaxşıdırsa 80 qrama qədər bu yemi azalda bilərsiniz. Amma günlük 100 qram polnu bəsdir bunlara ilk 6 ayına qədər. Amma kəsimə az qalmış, əgər bu heyvanları dediyim kimi kəsimə verəcəksinizsə, kəsimdən 1 ay öncə, məsəl üçün 7 ayında bunu kəsimə verəcəksinizsə, kəsib satacaqsınızsa, 6 ay tamamında bunlara günlük keçirsiniz yem miqdarın 250 qram maksimumdur. Əgər otlaq sahəniz varsa heç ona da ehtiyac yoxdur ki, yeməyəcəklər. Bir qaza 200 qram olacaq şəkildə bunlara yem verirsiniz. Mümkündürsə, əgər öyrəşdirə bilirsinizsə, hətta o yemə qarğıdalı qatsaz, çox daha əla nəticə alarsınız. Çünki qarğıdalı yağlandırmaqda, kökəlməkdə bir nömrədir. Bir ayda bunlara günlük 200 qram yemlə yerizdirib rahatlıqla kəsmə verəcəksiniz. Hətta o 200 qram keçəcəksə, bir ay saxlayacaqsınızsa, onda qazları heç olmasa bağlı şəraitə, ən azından yarı bağlı şəraitə keçirsəz, çox daha yaxşı nəticə alacaqsınız. Yəni gəzməsələr çox daha yaxşı kökələcəklər. Yediyi yemdən daha çox enerjisi bədənində qalacaq, kökəlməyə xərcləyəcək. Yəni gəzməyə, atlarını tullanmağa xərcləməyəcək. Dediyim kimi qısacası izah elədim. Yəni bir qazın böyüməsi üçün 18-20 manat pul lazımdır. Ta 7 ayına qədər, yəni kəsimə qədər olan miqdar budur. Təxmini də qaz neçəyə gedir? Mən keçən ilki qiymətləri deyəcəm. Keçən illər mən bir çox satanlardan maraqlandım. TikTok'da canlı yayınlarda filan görürdük. Daha çox kilo ilə verirdilər qazları. Kilo ilə də verirdilər 17 manata, 18 manata, bəzi yerlərdə 16 manata da verən var. Yəni 16 manatdan götürək. Linda qazlarınız əgər sizin 3 kilodan, 4 kilodan aşağı gəlirsə, 3 kilo yəni minimumdur. Da 3 kilodan aşağı gələn qaz demək ölü qazdır, ayaq üstə dura bilmir qazdır. 4 kilo filan linda qazı əgər saxlasaz, bir 4 kilo filan rahat alacaqsınız. Hətta 4 kilodan da çox olacaq. Biz 4 kilo götürək.
hardasa lap heç 10-16 manatdan da götürməyin, 15 manatdan götürün, lap 14 manatdan götürün. Yenə də siz bir qazdan hardasa 50 manatdan da çox qazanc əldə edəsiniz. 50 manat. Belə diri halda da versəz, məsəl üçün bizim rayonumuzda linda qaz, yəni sort qazlar gedir də 40 manata, yaxşı erkək xoruzları olanda, iri xoruzları olanda 50 manata da satmaq olur. Amma belə 35-40 manata rahatlıqla verə bilərsiniz ki, 40 manata da versəz, bundan sizə yenə 20 manat qazanc qalır, yarı-yarıya, yəni 50% qazanc qalır. Amma belə Bakı şəhərlərə, iri şəhərlərə və yaxud da ki, kəsib satsaz daha yaxşı qiymətdən daha çox qazanc qalacaq şəkildə ayarlaya bilərsiniz. Məsələn, hündüşkadır. Bundan ən ucuz halda demək olar ki, 50% qazanc əldə edəcəksiniz. Bu heç bunu qoyduq kənara. Ki, ətlik saxladığınız halda. Keçək yumurtalıq saxlamağa. Yumurtalıq bu illəri biz də aldığımıza görə bilirsiniz ki, bu qazların hamısını almışıq, pulla almışıq. Məsəl üçün bu qazları mən 9 manata almışam, bu qazlar, qara qazları. Bu axırıncı aldıqlarımızı 8 manata almışam. O böyük qazlarımızı, böyük 9 dənə qazımızı da 7 manata almışam. Yəni ən ucuz halda qaz balası 7 manatdır. Yəni ən ucuz minimum qiyməti odur. Belə çox yerdə də 7 manat, 8 manat, 8 manat 50 qəpik, 10 manatı da verən var, amma doyurucular abardılar, 10 manata qaz balası olmaz. Tutaq ki, məsələn deyirəm, siz saxladınız bir dənə bu Kuban cinsindən və yaxud da ki, Çin qazı cinsindən saxladınız, sizə verdi, az götürürəm, mən götürürəm 50 yumurta. 50 yumurta götürürəm, onun da mən onun yarısını 50%'ini verirəm bada. Yəni deyək ki, heç 50% çıxmadı. Yəni mümkündür. 50% çıxış demək ki, ya bastırdığınız inkubatorda problem olub və yaxud da ki, erkək qazınızda problem olur və yaxud da ki, sürünüzdə problem var ki, 50% çıxış verir. 50% çıxış biraz aşağı nəticədə. Amma lap mən götürürəm bunun 50% demək olar da. Yəni 55% götürürəm. 30 yumurta, 30 dənə balına çıxdı. Onu 7 manatdan satıb qazanc əldə edəcəksiniz və yaxud da ki, sizin yaşadığınız yerdə qiymət nədirsə, 8 manatdırmı, 9 manatdırmı, artıq bilmirəm. Onu özünüz, yəni normal hamının əlində ən azından telefon var. Beyninizdə hesablaya bilmirsinizsə də, kalkulyatorda girib hesablaya bilərsiniz ki, 30 qazı 7 manatdan satsam, adı nədir onun? Mənim nə qədər qazancım olacaq? Bu 210 manat qazanc eləyir bir ildə. Amma bunu da indi hesablasaq ki, məsələn, inkubatora gedən işıq xərci, onu da bildiyim qədərindən heç bir aya 1 manat, 1 manat 50 qəpik yazmır. Məsəl üçün, balacalardan gedir söhbət, bir 100 dənəlik yumurtalıq inkubatordan gedir söhbət. Yəni bir aya 1 manat, 1 manat 50 qəpik pul yazır, onun ümumiyyətlə mən düşünürəm ki, ümumiyyətlə hesablamağa dəyməz. 7 ayda da mən bunların yem qazanclarını çəkdim. Siz bunlara 100 qramdan versəz elə yumurtayanda da qazlara, yəni o yumurtaya hazırlaşır hansınız qazlar cütləşəcək ha. Çox yedizdirib onları kökəlməyində mənası yoxdur. Çünki kök qaz, kök erkək qaz, kök dişi qaz yaxşı cütləşə bilməyəcək. Bu da çıxışınızda problem yaranacaq. Yəni çıxış oranı düşəcək aşağı. Kök qazlar yaxşı cütləşə bilmədiyi üçün yumurtalarınızın çoxu dövsüz çıxa bilər. Ona görə də yumurtamağa saxladığınız qazı və yaxud da ki, yumurtaya hazırlaşan qazı çox yedizdirməyində mənası yoxdur. Yəni günlük 100 qram yem onların polunu artıqlamasından bəsidik otlamaq şərtinə. Yəni ot mütləqdir qazlarda. Yumurtayan dövrdə də mütləqdir. Vitamin barədə bütün heyvanlara mütləqdir ki, ot yesə daha yaxşı olar. Bunlar üçün lazımdır. Baxın, mənim belə gölüm var. Amma sizin yoxdursa, əgər qazlar daha çox suda cütləşməyi sevir və cütləşməyi sevməsindən əlavə suda cütləşən qazlarda döllülük oranı daha çox olur. Yəni bunu özünüz araşdırıb da görə bilərsiniz. Suda cütləşən qazlarda döllülük oranı daha çox olur. Ona görə əgər belə su hövzəniz varsa, lap yaxşı, yəni saxladığınız şəraitlərə baxın da. Su hövzəniz varsa lap yaxşı, yoxdursa belə həyətdə bir gölməçə kimi filan düzəldə bilərsiniz. Amma suyun tez-tez dəyişə bilsəz çox yaxşı olar. Çünki qalmış suda, bunlar nəzis deyirlər o suyu, qalmış suda bakteriyaların artması daha böyük ehtimaldır və bu heyvanlara ziyan edə bilər. Ona görə mümkünsə o gölməçənizin suyunu tez-tez dəyişdirə bilirsiniz. Və yaxud da ki, iri bir vanna mı deyim, iri bir qab mı deyim, onun içində də qoyub qazlarınız içində cütləşdirə bilərsiniz. Amma otlaq sahəsi qazlar üçün mütləqdir. Su da, su hövzəsi də olsa, belə göy, çay, dərə, belə kanal, belə bir şey də olsa,
yaxşı olar. Amma ot mütləqdir. Əgər ot sahəniz, otlaq sahəniz yoxsa, dediyim kimi, başda da izah etdiyim kimi, qaz saxlamağın mənası yoxdur. Özünüz üçün hobbi olaraq 3 dənə, 5 dənə, 10 dənə, 15 dənə saxlaya bilərsiniz ki, siz ondan qazancı nəzərdə tutmursunuz, sadəcə hobbi olaraq sevirsiniz deyə saxlayırsınız və yaxud da ki, ətini sevirsiniz deyə saxlayırsınız. Yəni belə saxlaya bilərsiniz. Mən 50 dənə qaz saxlayayım, 100 dənə qaz saxlayayım, otlaq sahəm yoxdur, qazanc götürəcəm. Buna qətiyyən girişməyin mənası yoxdur. Ondan heç bir qazanc götürə bilərsiniz. Dediyim kimi götürəcəksiniz, amma o əziyyətinə dəymir. O götürdüyünüz qazanc əziyyətinə dəyməyəcək onun. Belə dostlar, ümid edirəm ki, sizlərə bu biznes sahəsini izah edə bildim. Yenə əgər nəsə qalıbsa, məsəl üçün biz əvvəllər bilirsiniz ki, qarşılaşdırma eləyirdik. Yəni qaz sərfəlidir, hündüşka sərfəlidir, qaz sərfəlidir, lalördək sərfəlidir. Bunlar yarımçıq qalmışdı. O qarşılaşdırmaları da edəcəyəm. Yadımdan çıxan nəsə oldusa və yaxud da ki, sizi maraqlandıran hər hansı bir sual da oldusa, onu da yorumlar qismində qeyd edin. Mən o növbəti o videolarımı çəkəndə sizlərə onları da daha ətraflı şəkildə izah eləyərəm. Bu tip videoları sevirsinizsə kanalımıza abunə olun. Məsələn, mən digər heyvanların da saxlamaq sərfəlidirmi, biznes sahəsi sərfəlidirmi çəkmişəm. Onları daxil olub kanalımdan, videolar qismindən izləyə bilərsiniz. Yenə də maraqlandıran suallarınız olsa təkrar çəkəcəm və qazlarla digər heyvanları da qarşılaşdırıb ən sonunda həyətdə saxlamaq üçün hansı daha sərfəlidir, onu sizlərə göstərəcəyim inşallah. Belə ümid edirəm hər şeyi izah elədim. Videonu bəyənib yorum yazmağı unutmayın. Kanalımıza da abunə değilsinizsə, zəhmət olmasa kanalımıza abunə olun. Sağ olun, salamat qalın.